Son bir neçə gün ərzində ölkə ərazisində ardıcıl bir sıra hadisələri baş verib. Paytaxt ərazisində Baksol adlanan ərazidə yolun çökməsi nəticəsində bir nəfər kanalizasiya xəttinə düşərək həyatını itirib. Eyni zamanda Şamaxıda qətl hadisəsi baş verib. Bununla paralel olaraq paytaxt ərazisində kinostudiyada partlayışla müşahidə olunan yanğın baş verib və bütün bu hadisələrlə bağlı Baş Prokurorluq cinayət işi açıb və məsələnin detalları ilə bağlı informasiyanı elə hazırda Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynaldan alacağıq. Xoş gördük Kənan bəy, detallı informasiyaları sizdən eşidək. Buyurun. Hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi iyun 26-sında 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü paytaxtın Nərimanov rayonu ərazisində yol səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşmüşdür və mərhumun meyidi iyunun 28-də paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən kanalizasiya sularının təmizləmə məntəqəsində aşkar olmuşdur. Prokurorluq əməkdaşları tərəfindən qeyd olunan hadisə yerinə mərhumun meyitinə baxış keçirilmiş, eyni zamanda sorğular verilmiş, müvafiq hadisəni əks etdirən görüntülər əldə olunaraq götürülmüş, eyni zamanda digər zəruri prosessual hərəkətlər icra olunmuşdur. Və aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd olunan kanal müvafiq qurumun Bakı Su Kanal İdarəsinin balansındadır və həmin qurum tərəfindən istismar olunur. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanmışdır və hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir. Təşəkkürlər Kənan bəy, çox sağ olun informasiyaları biz və tamaşaçılarımızdan paylaşdığınız üçün. Bir də xatırladım ki, son həftə ərzində, ardıcıl günlər ərzində paytaxt ərazisində bir neçə hadisə baş verib. Kinostudiyada yanğının olması, Şamaxıda qətl hadisəsi, bununla yanaşı, yəni kanalizasiya xəttinə düşən şəxsin həyatını itirməsi. Təbii ki, bu hadisələrlə bağlı insanlarda sual yaranır, səbəblər nə üçün baş verdiyi ilə bağlı və elə Baş Prokurorluq hər üç hadisə ilə bağlı cinayət işi açıb və detallı informasiyalarda hazırda diqqətinizə çatdırmış olduq.